Salamlar, saygılar əziz dostlar. Bu cələsə İncəgülü havasının amuzişinə başlayıram. Bu havanın kökü fa kökündədir. Tiyuner ilə alt simlərimizin kökü. Orta simlər. Və üst simlər. Əvvəl cələsəmizin çalğısını çalım, sonra keçək mizan be mizan amuzişinə. Bu əvvəl cələsənin çalğısı idi, indi keçək amuzişə. Əvvəl mizanımız sukutla başlayır, sukutu nəzərdə almasaq, solda rast mizraf vururuq, redən səs alırıq. Bu halətdə mizraf 3-cü barmağına solda tutduq pərdəni, rast mizraf vurduq, simi ötürdük, redən səs aldıq. İdamədə 3-cü barmağı qoyuruq sol pərdəsinə, 5-ci barmağı da üst simlə mi pərdəsini tuturuq. Darama halətdə çalırıq. Sol mi. Bu halət. İdamədə 1-ci barmaqda fa vururuq simlərin hamısına. Aram çalğısı bu halətdə olur. Biraz səriləşəndə bu cür olur. İdaməsində fada dubara bir dənədər ayrı rast mizraf vururuq. Çəp mizrabımız bir surəti darama olacaq. Fa-la mi. Fa az simlə, mi üst simlə. 5-ci barmağına qoyuruq. Üst simlə mi pərdəsin darayırıq. Fa mi. Bəs olur. Fa, fa mi. İdamədə simlərin hamısını ötürürük. Hamısına vururuq, re olur. Bu halətdə olur. Fa, fa, mi, re olur. Notlar olur. Fa, fa, mi, re. Bəs bu iki mizanı çalsaq bu halətdə olur. Bu halətdə oldu. Notları da solfej desək, 2